Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. APADın yerli bürosunun məlumatına görə hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb. Hərəkətdə olan VAZ 2107 markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanmış yük avtomobilinin yarım qoşqusuna çırpılıb. Qəza nəticəsində VAZ 2107 markalı avtomobilin sürücüsü 22 yaşlı Tovuz Aşağı Quşçu kənd sakini İsmail Rüstəmov dünyasını dəyişib. Qeyd edək ki, ad-soyad şərtidir. Allah rəhmət eləsin, yaxınlarına səbir diləyirik. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttində Şahbuz rayon Badamlı kəndində vətəndaşa məxsus yardımçı tikilidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Şahbuz rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar. Yanğından mühafizə bölmələri tərəfində həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb. Yanğın hadisəsi nəticəsində 1650 kiloqramlıq ot tayası tayanın üzərinə qurulan çardağın 60 kvadrat hissəsi yanıb. 600 kiloqramlıq ot bağlaması, çardağın 20 kvadrat metr hissəsi və 80 kvadrat sahəsi olan yardımçı tikili yanğından mühafizə olunur.